Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, değerli futbol severler. Zaqatala'dayıq. Möhtəşəm bir turnirin 3-cü yer uğrunda mübarizə və daha sonra final qarşılaşması bizi gözləyir. Hansı ki, Sabit Memorial Cup, Sabit Ağayevin xatirəsinə həsr olunmuş mini futbol turnirinin 3-cü yer uğrunda mübarizəsi, birlik qarşılaşması, daha sonra final oyunda bir yerdə olacaq. İlk öncə istəyirəm qeyd edək ki, 3-cü yer uğrunda mübarizədə Çökək və Region-Qax komandası üz-üzə gəlir. Hər iki komandaya uğurlar arzu edirik, güclü olan qalib olsun deyirik. Ümid edirəm maraqlı və məhsuldar bir oyuna şahid olacaq. O da tepli başladı, kifayət qədər məhsuldar və sürətli oyuna müjdədir bu bir qədər. Bir vurğu edəcəm hansı ki, bu turnir Sabit Ağayevin xatirəsinə həsr olunub. Sabit Ağayev özü də ötən illərdə, ötən mövsümlərdə Şimşək komandasına çıxış edib. 2 dəfə də məhz Şimşək kollektivində finalda mübarizə aparacaq. Şimşək kollektivində çempion olub. 20 aprel onun doğum günüdür. Məhz bu turnir onun doğum günündə start götürdü. Sabit Ağayev özü hər kəsin tanıdığı, bir qədər də legioner həyatı yaşayan Mahir Emrelinin dayısı oğludur. Özü də kifayət qədər peşəkar karyerə malik olub. Zaqatala'nın Simru komandasında çıxış edib Sabit Ağayev. Bir qədər də stadion boyu yer alan əməkdaşlardan, tərəfdaşlardan bəhs edəcəm. Hansı ki, bu turnirin təşkilatı dəstəyi Aeroil, Trenton, Ev, Otel, Restoran, Ciantovun, Unik Zaqatala, Qəşəng Quru meyvələri və Mağara Media və bir də Spar marketi bu turnirin tərəfdaşlarıdır. Təbii ki, final oyununda daha ətraflı bəhs edəcəm. Bir qədər oyuna qaydaq, bir qədər oyuna nəzər yetirək. Görüşdə tilsim qırıldı. Hesab açılır. Bir-0. Bu bizi daha tepli, daha məhsuldar oyuna daşıyır. Hansı ki, Əliyev Renat görüşdə tilsimi qıran oyuncu oldu. Bir görəyim, Region-Qaxın buna cavabı olacaqmı? Qafarov səy göstərsə də alınmadı. Qapıdan zərbə. Bitirmə hissəyə. Ünvana çatmadı, müdafiəçilərin nəzərində qalır. Əksəmli səy göstərə bilərlər, ötürmə. Bəli, final bundan sonra başlayacaq məhz Şimşək stadionunda, bu arenada, bu meydanda. Kapitan Qafarov. Səsini ola bilərik. Ad yerinə itirilməlidir. Zaqatala Şimşək stadionu bir daha qeyd edirəm. Sabit Memorial Cup'da 3-cü yer uğrunda mübarizədə Region-Qax və Çökək kollektivləri üz-üzədir. Görüşdə artıq tilsim qırılıb, qapının kilidi açılıb. Çökək kollektivi minimal hesablı öndədir. Renat Əliyev meydandakı yeganə qolun müəllifidir. Qayda pozuntusu qeyd alır ədalət təmsilçisi. Standart vəziyyət region adına. Görə bu standart vəziyyətin necə yerinə yetirəcəklər, necə dəyərləndirəcəklər? Bir qədər ara məsafəsi istədi Qafarov. Məhz regionun kapitanı. Bir nəfərdən ibarət canlı səhv. Qafar. Müdaxilə var, alt yerinə itirilməlidir. Topu cəld hərəkətləndirən de korner. Küşdən zərbə.
Daha bir korner. Eyni cinatdan yenidən Şamil Rəcəbli yoxsa Ədalət təmsilçisi bəli. Outfield-də korner olduğunu qeyd edirdi. Şamil top Qafara gəldi. Orada təzyiq də var idi. Məmmədov Renat bir qədər pressing etdi. Başqa səhifədən can basmışam deyirəm. Belə baxırsa oradakı səhifə deyil. Nömrə gəldi mənim yaşımdan girdim. Adı bildin, oxuya bildin. Final deyil. Bir daha qeyd edək. Sabit Memorial Cup'da 3-cülük uğrunda mübarizədir. Region qax təmsilçisi. Region 34 və onun qarşısında çökək minimal hesablı üstünlüyü var. Bir qədər də artıq yavaş-yavaş yağış da şiddətini artırır. Təbii ki, bu bir qədər oyuna mane ola bilər. Mərkəzə doğru ötürmə. Orada Əliyev Məhəmmədə qarşı qayda pozulmuşdu. Ədalət təmsilçisinin gözündən yayınmadı. Zaqataladayıq. Canlı reportajımız məhz Zaqatala Şimşək stadionundandır. Yeni gələnlər üçün bir daha qeyd edirəm. Sabit Memorial Cup'un 3-cülük uğrunda mübarizəsi. Çökək və region kollektivləri üzləşir. Bundan sonra isə final və daha sonra təqdim etmə hissəsində də bir yerdə olacaq. 3-cülük uğrunda mübarizədə çökəkin minimal hesablı üstünlüyü var görüşdə. Bir ara ötürməsi Qafar. Komanda yoldaşı ilə oynadı. Şamil Rəcəbli bir qədər geri ötürmə. Pərvin Abdullazadə. Ruslan Hafizlinin ötürməsi idi bu. Keçmədi. Çökəkin əmləsi Ziyək. Bir aldalcı əmlə. Sadəcə burada üstünlük prinsipini əməl edildi. Üstünlük üçün cərimə zərbəsi qayda pozuntusu yerindən yenitir. Topu da cəld hərəkətləndirər. Zərbə və gol! Bir qədər əvvəl məhz ona qarşı qayda pozulmuşdu. Sulxayev Elmir. Kapitan iş başında. İki-0 oldu. 2 cavabsız gol. Elə ki region tərəfindən rəqibə cavab gəlməyib. Yalnız çəkək oyuncular fərqlənib. İlk öncə Renat, isə kapitan Sulxayev Elmir. Out izləyək. Yeni gələnlərimizi xoş gördük. Zaqataladayıq. Zaqatala Şimşək stadionu. Sabit Memorial Cup'da 3-cülük uğrunda mübarizədə. Çökək və region qax kollektivləri üzləşir. Və çökəkin minimal hesablı üstünlüyü var. Bir daha da qeyd edək. Minimal deyil də səhv düzəldir. 2-0 üstünlüyü var region önündə. Yetərsə Azərkeş kütləsi də bu görüşü canlı olaraq izləyir. Region əmləsi izləyək kapitan ifasında. Qafar Cina doğru ötürmə. Hafizlə indirilən zərbə. Müdaxilə var idi. Biləndə Ramin müdaxilə etməyə bacardı. Out. Qafar bir rəqibinə sıyrılır. İndirilən zərbə. Çox da uğurlu alınmadı. Hafizli orada zərbəni qarşısını kəsir. Hansı ki, Ramin zərbə indirmişdi, imkan verilmədi. Yeni gələnlər üçün bir daha qeyd edirəm. Zaqataladayıq. Zaqatala Şimşək stadionunda Sabit Memorial Cup'un 3-cülük uğrunda mübarizəsi. Daha sonra final və təqdim etmə hissəsində də bir yerdə olacaq. Nurlan Hafizli ilə oynadı. Qafar Qafarov. Şamil Rəcəbli cinahda özünü göstərdi. Uğurlu alınmır.
Heriferi qapıdan zərbənin düzgün yenə itirilməsi istədi. Qafar. Qafar Qafarov komanda başçılı oynadı. Zərbə imkan axtardılar. İndirilən zərbə qol. Kiperdən keçid yoxdur. Səməd Hafizli səy göstərdi, alınmadı. Qafar. İndirilən zərbə. Top qapının üzərinə meydan tərk edir. Sərxan. İki başlı Sərxan. Bir qədər izafi güclü edilmişdi bu ötürmə. Out. Bir ara ötürməsi. İndirilən zərbə qapçı yerindədir. Top əlindən buraxdı. İkilər əmlə alınmadı. Şamil Rəcəblinin ötürməsi ünvana çatdı. Qafar. Bir qədər ram etmədə çətinlik çəkdi. Kapitanların dueli idi bu. İndilən zərbə keçmir. Hafizli eyni icrata komanda yoldaşını tapdı. Elvin Süleymanova qarşı qayda pozulub. Ədalət təmsil yerindən, yəni geridən yenə itirilməsini istədi. Standart vəziyyətin. Sən finalda onsuz burada olacaqsan da. Finalı verirəm, sən çəkərsən, mən şəhər edərəm. Ekibaj saxlaya bilmədi. Ram edə bilmədi. Qapıdan keçir. Şamil Rəcəbli. Vurulan qolların birinin əvəzini çıxdı. Hesab 2-1'dir. 3-cü yer uğrunda mübarizədə çökək 2. Region 1. Top meydanı tərk etməmişdi. Messindir. Sərxan. Cinatan əmlə qurulacaq mərkəzə doğru ötürmə. Top itkisi, indirilən zərbə. Sonda qapçının bir müdaxiləsi var idimi, yoxsa top qapının üzərindən müdaxiləsiz mi tərk etmişdi meydanı? Hansı ki, zərbəyə səy göstərən Elvin Süleymanov idi. Suxay vermir. Diaqalda komanda yoldaşını gördü. Ötürmə hissi. Orada bir qədər bərk alınmışdı. Renat da çevirə bilmədi. Hafizli, Qafar. Da Şamil. Rəcəbov var idi. Mərkəzə doğru ötürmə etdi. Top gəzirir. Region tərəfi. Ədalət təmsil qayda pozuntusu qeydə alır. Elvin Süleymanova qarşı qayda pozulmuşdu. Kifayət qədər təhlükəli bir nöqtədir. Standart vəziyyəti necə yerinə yetirəcəklər. Qafar Qafarov. Komanda yoldaşlarının hərəkətlənməsini istədi kapitan. Ötürmə, indirilən zərbə. Hərəkəsi bir anlıq intizarda saxladılar Şamil Rəcəbli. Dola yaxınlaşdı. Son anda bir toxunuş, korner, Qafar. Sanki gol komandanı bir qədər həvəsləndirib, bir qədər ümidləndirib. Sərxan. At yenə itirməlidir. Çökək adına. Çökək fərqi yenidən 2-yə yüksəldərək. Daha rahat mübarizə aparmaq istəyir. Təbii ki, region tərəfi də comeback üçün ilk öncə bərabərlik qolunu tapmalıdır. Aslan Hafizli Qafarla oynadı. Orada bir müdaxilə var idi. Məmmədov Renat mübarizə aparırdı. Qayda pozulub. Ətəl cibə getdi. Rəsmi xəbərdarlıq görüşdə ki, ilk rəsmi xəbərdarlıq Əliyev Renata göstərilir. Yeri gələnlər üçün bir daha qeyd edək ki,
Zaqataladıq. Zaqatala Şimşək stadionu. Sabit Memorial Cup'un 3-cü uğrunda mübarizəsi. Çökək və Reycan Qax kollektivləri üz-üzədir. 3-cü uğrunda mübarizədə Çökək 2-1 hesabı öndədir. Qax təmsilçisi önündə. Elvin Süleymanov. Məqbul saymaq. Olardı bu əmlənin. Sərxan. Göz gəzirdə görə kiminlə oynayacaq. Öndə pressing tətbiq edir. Region tərəfi top bitkisi ötürməsi. Renald bir qədər əvvəl sarı vərəqə gördü. Xeyr, final bundan sonra. Final bundan sonra başlayacaq və daha sonra da təqdim etmə hissəsi. Götürdü. Top bitkisi, zərbə, golkiper. Dibləşdi qapısında. Nurlan Omarov. Çökəşin tabir həmləsi. Menderlən zərbə. Omarov uzandı. Out. Bir daha qeyd edirəm. Zaqatalada. Şimşək stadionunda. Sabit Memorial Cup'un 3-cü uğrunda mübarizəsi. Çökək və Region kollektivləri üzləşir. Çökəkin 2-1 hesablı. Üstünlüyü var Region önündə. Qafarov. Kifayət qədər oyuncu meydan rəqabət olmasında mövqe tutmuşdu. Geri ötürmə Qafar. Başla zərbə cəhdi. Ruslan Hafizli cəhd göstərdi, alınmadı. Sərxan Yekibaşov. Renald. Kapitan topladı. Sulxayev Elmir'in ötürməsi yeni səmt uğrunda uğurla alındı. Əliyev Məhəmməd. Ayaq saxladı. Elmir zərbə. Qafeçəyə də dəydi. Qayət qədər təhlükəli əmlə idi. Adı Ramin'dir. Ramin. O Ramin'dir. Adı. Hesab 2-1'dir. Endorlan zərbə. Raminin zərbəsi idi bu. Golkiper. Ulan Omarov müdaxilə etməyə bacarır. Out. Dəqiqələrdə bir qədər təzyiq elə keçirmək istəyir. Təzyiqə artırmaq istəyir. Təşəbbüs elə keçirmək istəyir. Belə qeyd edək. Çökək kollektivi. Amma kifayət qədər maraqlı və templi oynayış şahidik. Atiyen etilməlidir. Bir halda cəm rəqibin ayaqlar arasından atdı. Elvin Süleymanov idi bu. Qafarov yəni bir rəqibindən zərbə keçmədi. Rəqsəmlə isə göstərəcəklər. Uğurlu alınmadı. Məmmədov Renat idi zərbəni indirən. Elvin Süleymanov. Şamil Rəcəbli. Elvin bir qədər göz gəzdirdi. Ruslanı düşündü, alamadı. Qafar. Renat araya girmişdi. Bir qədər ötürmə bərkdi. Əliyev Məhəmməd topa çata bilmir. Yavaş-yavaş iki sən sonlarına da orada yaxınlaşırıq. Görə fasiləyə qədər hesabda dəyişiklik olacaq mı, yoxsa çökək fasiləyə 2-1 hesablı öndə mi yollanacaq? Region önündə. Final bundan sonra baş tutacaq. Leicester və Şimşək kollektivləri üzləşəcəklər finalda. Bunu da qeyd edək.
Burada bir toxunuş var idi. Korner olmalıdır, bəli. Ədalət təmsilçisi də mənimlə fikirdir. Ötürməsi, zərbə keçmədi. Rəcəbli Edin Süleymanov. Qayda pozulub. Sabah yüklənəcək. Toxunuş ötürmədi, divar pası idi, keçmədi. Daha bir cəhət endirilən zorba. Şət idi bu. Renatın zərbəsi. Kesit verilmədi, amma onların əmləsi, çökəkin əmləsi davam edir. Biləndə Ramin zərbə indirdi, olunmadı. Qafarov. Elvinlə oynadı, Süleymanov. Qafar. Komanda yoldaşlarının hərəkətlənməsini istəyir. Ara ötürməsi. Ramin rəqibini qabaqladı. Sulxayev daha sonra. Əhməd. Xatırladaq ki, Zaqatala Şimşək stadionunda çökəkin 2-1'lik üstünlüyü var region önündə. Ruslan Qafarla oynadı. Sinan doğru ötürmə. Burada Şamil Rəcəbli ram edə bilmədi. Elvis İsmailov meydanda daxil olub. Nurlan Omarov. Böyüsü də ayaq-sayaq davranır. Abi. Endirilən zərbə, Ruslan zərbəsi keçmədi. Əksəmliyə isə göstərə bilərlər. Rəqibi də hazırda yaxalayıblar. Bir qədər xəsis davrandı Renat. Bir qədər dayaq saxlayıb komandalaşlarını düşünə bilərdi Elvin Süleymanov. Out. Ədalət təmsilçisi epizodun bir neçə adımlığında out işarə edir. Yeni gələnlər bizi xoş gördük, bir daha qeyd edək. Məhz Sabit Memorial Cup'un Sabit Ağayevin xatirəsində olmuş mini futbol turnirində 3-cü yer uğrunda mübarizə. Çökək və region kollektivləri üzləşir. Çökəkin görüşdə 2-1'lik üstünlüyü var region önündə. Final bundan sonra. Qafarov. Bir ötürməsi. Bonçu döyüşüyle başlı Mehdizadə meydan daxil olub. Və vəziyyətləri komanda yararı olacaq. Mən əlçət ki, çökəşin də vəziyyətmə var. Musayev Şaban meydandadır. Sulxayev. Vurulan qolların birinin müəllifidir. Endirilen zərbə. Marov. Renatla üzləşlər. Renat artıq bir dəfə golkiperi məyus etməyə bacarıb. Amma bu səfər alınmadı. Son bir dəqiqə. İkisi də son bir dəqiqə. İkisinin son dəqiqəsi oynanılır. Elvin orada Sulxayevdən yayına bilmədi. Kapitan topu bir qədər daşıdı. Sulxayev ötürmə, ünvana çatdı zərbə. Təkrar əmlə alınmadı. Topu da cəhət hərəkətləndirilər. Fasiləyə qədər hesabı dəyişmək istəyir. Region tərəfi bu zərbə ilə qeyri-mümkündür. Ramin. Əliyev Məhəmməd.
Tək toxunuşlu ötürmələr izlədik. Sulxayev topu buraxdı. Diaqonala doğru düşüncə yaxşı idi. Uğurlu alınmadı, out. Qafar Qafarov. Region əmləsi izlə Elvin. Bir qədər ayaq saxladı orada. Renatla üzləşmişdi. Cina doğru ötürmə. Ruslan. Şamil Rəcəbinin zərbəsi idi, alınmadı və bu iki hissənin son epizodu, son zərbəsi, son cəhdi olduğu epizodda da Ədələt təmsilçisi ilk hissəni bitirir. Çökək fasilə 2-1 hesab önündə yollanır. Region öndə. Heç yer ayrılmır fasilədən sonra yenidən bir yerdəyik. Amma nədən narazıdır görsən? Səsdən. Burada danışıq olsa bir sən nə olasıydı? Sənin səsini eşidilməyəsiydi. Onlar deyinici kəsmək səslər. Alınmır, mənim yayımım Mənim yayımıma mikrofon taxsam bilmirəm necə gələcək. Amma şeyin yayımına taxmaq istəyirəm. Nəyi? Ora. Sən çək hələ ki. Sən bir qədər söhbət ol. Sualları canlandır. Şəkəyin qarşısı keçən oyunda qırmızı alıb əsas qapısı oynandı. İkinci qapısı oynandı. Mikrofon taxın şeyi. Yaxşı. Bir daha axşamınız xeyir olsun. İlk hissədən sonra hesab 2-1 Çökək komandasının xeyrinədir. Çökək 2, Region 34-1. 2-1 Çökək komandası irəlidədir. Birinci hissə başa çatdı. Bundan sonra yayında qalın. Möhtəşəm final olacaq. Bildiyiniz kimi Sabit Memorial Cup turnirinin finalı var bugün. Hal-hazırda gedən oyun isə 3-cü yer uğrunda mübarizədir. Bu iPhone-dur da onsuz deyiləm. Bunu özüm görürəm ki. Ona mikrofon taxacaqsan. Ha? Səs Məndə də var mikrofon lazım olsa. Yox, bayaqdan elə biləm öz iPhone-umda, ağlım gedib ona. Yox, finalda daha çox adam olacaq. Söz yox, biz onsuz da yayıma da bir qədər çəkin. Davamlı olacaq Vəliyev. Hər il olacaq. Zaqatala rayonunda alim. Səsim artıq düzəlməlidir. O problem aradan qalxmalıdır bir qədər. Məhz bu səhifədən izləyənlər. Ümid edirəm daha yaxşıdır səsim. Zaqatala səhifəsindən izləyənlər. Yəni səsi nəzərə yetirin. Səsi gəlir sizə tam olaraq. İndi məncə daha yaxşı olmalıdır. Yox, mikrofon taxdım, məncə düzəlməlidir bir qədər indi. Hesab 2-1 Çökək komandasının xeyrinədir. Yenə burada taxım görüm. İndi mənim yayımda izləyənlər inşallah salam Avengers'dan kapitan. Lap gözəl. Mənim yayımda olanlara səsim necə gəlir? Bir dənə səsdən xəbər verin mənə. Çalışdığım qədər səsimizi düzəltməyə çalışırıq. Səs bir qədər həqiqətən çoxdur, bizdə narahat edir. Şu. Evet, səsin gedir tam. Səs getdi zəif. Ay. Bax burada problem var. O da yağışdandır. İndi necədir? Mən danışanda onun səsi itməlidir onsuz. Narahat olmayın. Düzələcək. Var olun, minnətdaram. Səs zəifdir, amma yaxşıdır. Mən bir qədər ucadan səsləndirərəm. Sadəcə istəyirəm ki, o kənar səs silinsin. Azarkeşləri finalda. Ha? Hə, istəyirsən hə. Hələlik. Finalda bir şey fikirləşərik. Sən prosto çalış buradan, tut birdən aşar. Əlini keçir rahat, aiz sağ ol. Rahat deyiləm o belə, hə sən? Mən əziyyət çəkirdim. Hə? Mən əziyyət çəkirdim özüm çəkəndə. Həqiqi? Əziyyət çəkirdim mən. Nə var? Stabilizator var idi, onu da çatdırmırdı özü. Hə, yox, stabilizator alınmır, hə.
Nəsə yazanda biraz özünü cavablandıra bilərsən, hə? 9 nömrəni öyrənim adını. Hə, bir dənə. Qafar! Qafar! 9 nömrənin adı nədir? 9 nömrənin. 9? Onlarda 9. Sizdə 9 nömrə kimdir? Adı? Dilgəm? Hə, Dilgəm. Bir də hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkincisi də yenidən bir yerdə. Bir daha xatırladaq. Sabit Memorial Kapın 3-cü uğrunda mübarizəsi çöküş və region kollektivləri üz-üzədir. İkisi dəqiqətində templi, məhsuldar, maraqlı bir oyunun şahidi olduq. Zaqatala Şimşək stadionunda komandalar 3-cü uğrunda yarışırlar. Bir ikincisi də bizi nə gözləyir? Təbii ki, əsas məqamlardan biri fasilədə edilən məşvərət söhbət ikincisi necə yansıyacaq. Və ələlxüsus Əlqərəz ikinci hissədə hesabda necə öz əksini tapacaq. Renat görüşdə hesabı açmışdı çöküş adına, daha sonra kapitan Sulxayev Elmir hesab arasındakı fərqi 2-yə yüksəltdi. Rəqib isə vurulan qolların birinin əvəzinə çıxmağa bacarıb. Bu isə regionun oyunçu Şamil Rəcəbli idi. Görə ikincidə daha kimlər fərqlənəcək. Və bir daha qeyd edək ki, Zaqatalada Şimşək stadionuna bu görüşdən sonra final qarşılaşması Talaleser və Şimşək arasında oynanılacaq, daha sonra da təqdim etmə hissəsində yenidən bir yerdə olacaq. İndi bir qədər üçüncülüklə mübarizəyə nəzər yetirək. Üst sorulara dəymişdi, topu at yerinə yetirilməlidir. Şamil Rəcəbli, Ruslan Hafizli, Qafarla oynadı, Qafarov. Qarşısında Musayev Şəhban var idi, Qafar. Bir ar ötürməsi ünvana çatdı. Zərbə imkanı axtarılırdı, ötürmə idi bu. Uğurla. Yenə yetirilmir. Sərxan. Cinal doğru ötürmə. Şaban orada Qafarla üzləşdi. Musayev Şabanı qarşı kəsilmişdi. Məsələ Atoy yerinə itirəcək, bir qədər göz gəzdirdi, görəyim. Kim ilə oynayacaq? Harlı doğru ötürmə, Ruslan Hafizli. Əliyev Məhəmməd. Məhəmmədin ötürməsi, indirilen zərbə. Sulxayev idi. Elmir Sulxayev, kapitan. Zərbə indirdi, amma dəqiq ola bilmədi. Qafar. Elvin Süleymanov. Rəqibinin yayında amma top özünü irəli buraxır. Elmin nəzarət altında top meydanı tərk edir. Sərxan. Musayev. Yenə Qafarla üzləşdi, out. Sulxayev. Indirilen zərbə və gol! Sulxayev. Elmir. Dublu rəsmiləşdir bir qədər əvvəl. Altdan top. Səli qazanmışdı, ona doğru zərbə indirdi, dəqiq ola bilmədi. Olmasın, bu olsun dedi kapitan. Fərqi 2-yə yüksəltməyə bacardı, fasilədən qolla qaydır çökək tərəfi. Çökək 3, region 1. Göründü. Qalx təmsilçisinin buna cavabı olacaqmı? Elmir'in ötürməsi idi, Elmir! Orada Renat buraxdı, qapısının önünü bağladı. Saçdırdı qapısını. Əliyev Renat. Pasivində sarı vərəqə, aktivində də ikinci qolu yazdırdı. Qafal. Hesab bir qədər də artır. Ard-arda 2 qol izlədik. 4-1 oldu. Bir dəqiqə içində 2 qol. Bir ötürmə isə Elvin. Görə rəqibə cavab verə biləcəklərmi? Qafar ötürmə. Rəqib onun üçün hətta bir etirazı da var idi. Ədalət təmsilçiləri arasında məşvərət gedir. Vardı, var. Bəli. Amma vara müraciət edilmədi.
Şaban. Nurlan Omarov qapısını tərk etmişdi. Şaban. Qarşılıqlı mübarizənin şahidi. İlk top artıq meydan tərk edib. Məncə kornerdir. Bəli. Refer də mənlə fikirdir. Korner. Düşdən zərbə yerə yetiriləcək Şaban. Qapı qarşısına asmaydı. Bu alınmadı. Emin atan yenidən korner. Elvin Süleymanov. Renat var qarşısında. Elvin əllə deyir. Ədalət əmsi epizodun bir neçə addımlığında. Ruslan Hafizli. Reydan öndəsi başlamalıdır. Başlamadan biddətlə. Sulxayev. Reydana doğru ötürmə imkanat çatmadı. Yağış da getdikcə şiddətini artırır. Təbii ki, belə havada balaca aparmaq bir qədər çətindir. Buna rəğmən demli və məhsuldar bir oyunun şahidik. Şaban. Dilgəm. Qafarov. Şamil Rəcəbli. Mərkəzə doğru ötürmə. Orada yayına bilmədilər rəqimlər Reynald. Sərxan uzaqlaşdırdı. Uzaqlaşdırmaq həmləsi ötürmə xarakteri daşımırdı. Qafarov. Qapıdan zərbə olmadı Sərxan. Ötürmə. Bana çatdım oradan. Ram etmək mümkün olmadı. Nurlan Omarov. Şamil. Yeqala doğru ötürmə komandalaşır oynadı. Ara ötürməsi keçmədi. Musayev topu ilə keçirmək istəyir. Bir müdaxilə var idi. Out. Şeşkalikliyə at yerinə itirməlidir. Renata çatmadan onlar əmləsi davam etməlidir. Sulxayev. Çox qüvvətli və dəqiq zərbələrə malikdir Sulxayev. Artıq öz təsdiqini tapıb. Kapitan. Məsudlar ötürmələrdə qalıb həm də dubl edib görüşdə. Dilgəmin ötürməsi. Nurlan. Uğurlu alınmadı. Hatırladaq ki, hesab 4-1'dir. 3-cü uğrunda mübarizədə çıxdıq 4-1 hesab ilə öndədir. Qapısı ilə 1-1'dirlər. Zərbə lazımdır. Direkt edib. Renat. 0 dəqiqə ola bilmədi. Yoxsa Tilsimo qırmışdı. Qapının kilidini o açmışdı. Burada zərbə imkan verilmir. Əksənli ola bilər. Sona qədər oynadılar. Əzimkarlıq nümunəsi deməz. Likayda pozulub. Əldə cibə getdi. Sarı vərəqə. Bir ötürməsi.
Musayev top meydanda saxladı amma rəqib üçün Qafar Qafarov. Qafar renderlan zərbə, golkiper. Sərxan elə reaksiya verdi, keçid vermədi. Yekibaşov Sərxan Qafarın fərqlənməsinə imkan vermir. Qapıdan zərbə. Diaqala doğru ötürmə ünvana çatdı. Yenə səmti dəyişdilər Renald. Artıq oyuncularda bir qədər yorğunluq da hiss olunur. Görək, Sabit Memorial Cup'ın üçüncülük uğruna mübarizəsinin qalib tərəfi kim olacaq? Turnirin üçüncü yerinə kim tutacaq? Region yoxsa Çökək buna daha yaxındır. 4-1 hesabıyla görüş öndədir. Bu turnir Sabit Memorial Cup Sabit Ağayevin xatirəsinə əsr olub. 35 komandanın iştirakı ilə start götürmüşdük. Bugün ilk qarşılaşmada bu üçüncülük uğrunda mübarizədə. Bundan sonra final görüşü Leicester və Şimşək arasında oynanılacaq və daha sonra da təqdim etmə hissəsində bir yerdə olacaq. Elvin İsmailov, Elvin Süleymanov. Zərbə çəkdi və gol! Vurulan qolların birinin əvəzi çıxıldı. Dilgə Məsiyarov. Ötürməyə alanda Dilgə bir sadə toxunuşla topla torları qovuşturmağı bacarır. 2-4. Bir qədər görə bu qol onlara inam özgüvən gətirəcəkmi? Artıq onlara inam sirayət edəcəkmi? Şaban Musayev əksəmliyə cəhd göstərəcəklər. Bir qədər ötürməm. Bərk alınır. Out. Sanki qoldan sonra həqiqətən də bir qədər daha hissəlidirlər. Daha bir ötürmə hissə. Yenilən zərbə Sərxan. Vaxtında qalasını tərk edir. İkibaşov. Keçid vermir. Renatlı əksəmlər. Sanki bir qədər tələsirlər əksizumam. Tələskənli özü ilə birgə top itlisi gətirir. Artıq yağış şiddətini artırdıqca meydanda büdrəmələrin, sürüşmələrin də şahid oluruq. Həqiqətən də mane törədir, əlverişsiz hava şəraiti. Raminin zərbəsi idi bu. Biləndə Raminin zərbəni verir. Top bir xeyli qapının üzərinə meydanı tərk etmir. Elvin Süleymanov. Elvin götürmək istəyə orada. İlgəmi düşündü, Ramin qarşıladı. Elvin. İsmail'in götürməsi Qafar. Qafar Qafarov. Komandalar planadı. Qafar yenidən özünü təklif edirdi. Amma Ram edə bilmir. Bir qədər istəsən sən də sualları cavablandıra bilərsən. Nə problem? Biz bir daha qeyd edək. Zakatalada, Şimşək stadionunda Sabit Memorial Cup'un 3-cülük uğrunda mübarizəsində Region və Çökək kollektivləri üzləşir. Çökəyin görüşdə 4-1'lik üstünlüyü var Region önündə. Səsi kəsdirə bilmir, Azərkeşə səsi kəsdirə. İndi oyun bərpa olunacaq. Qafar. Tərməcina doğru. Ramin. Artıq bir qədər risk almağa başlayıb. Region tərəf hansı ki Nurlan Omarov texniki zona yollanıb. Şamil Rəcəbli 6-cı oyuncu kimi, qapçı oyuncu kimi mübarizə aparacaq bir qədər. Məğlubiyyətdən xilas olmağın yeganə yolu kimi bunu görürlər. Top etkisi zərbə. Şamil Rəcəbli keçid vermədi. Daha bir əmli olacaq. Elmir Sulxayev.
alınmadı. Efendim qərarı nə yöndədir? Corner. Ədalət təmsilçisi ikincisindən zərbəni işarə edir. Qafar. Elvin Süleymanov bir qədər ayaq saxladı, rəqibini yola saldı. İndi Zinə doğru ötürmə Dilgəm. Yanında Ruslan Hafizli vardı. Dilgəm onu bağlı olduğu üçün bir qədər geri qayıdır. Şamil Rəcəbli. Zinə doğru ötürmə Hafizli. Dilgəm. Toxunmuşlu ötürmələr Elvin Süleymanov. Bir anlıq uzaq məsafədən zərbə indirmə düşürdü, alınmadı. Qafar. İtirmədilər topu. Qarşılıqlı mübarizənin şahidi. Qayda pozunsunu yoxsa sərbəst zərbəmi? Şəkəklə oynayır, region 34. Üçüncülük uğrunda mübarizədir. Elvin Süleymanov. Ruslan Hafizli. Ruslan yerlə zərbə. Top qapıdan yan keçir. Təhlükəli saymaq olardı bu zərbəni. Qafar. Kapitan görən edəcək. Qafarov. Qarşısında Musayev Şaban var. Qafar. Geriyə qayıtdı. Qafar. Elvin Süleymanov. Elvin. Qayda pozulub. Dilgəm rəqibinə yayma bacardı. Endirilən zərbə keçmədi. Sonra Hafizli də cinahda boşda idi. Düşünə bilərdi Dilgəm. Yerdə qalır. Qayda pozunsudur. Orada Ruslan Hafizli Sərxan. Nələr idi, nələr. Ekibaşov. Ayıq sayıq davrandı. Qafarın zərbəsi Ruslan Hafizli. Qapı yanında idi. Bir toxunuşla yönəltmək istədi amma Sərxandan keçid yoxdur. Sonra deyir, top out. Qafarov. Uzan məsafədən zərbə indirə bilər. Reynat da bunu görürdü. Dilgəm. Şamil Rəcəbli. Şamilin zərbəsi idi bu. Top qapıdan aralı keçir. Səsvi düşmə mümkün olmadı. Sərxan Yekibaşov. Şəkək komandası ilə oynayır. Region 34. Bəli, yeni gələnlər üçün bir daha qeyd edək. Zaqatala Şimşək stadionunda Sabit Ağevin xatirəsinə sunulmuş mini futbol turniri üçüncülük uğrunda mübarizə, çöküş və region kollektivləri üzləşir. Bundan sonra final görüşü olacaq. Qala Leicester Şimşək arasında və daha sonra da təqdim etmək hissəsi. Geri ötürməsi. Ruslan aldadı Cəmlə son anda. Sonda bir müdaxilə vardı orada. Ramin qapısını sığortaladı. Orada Səməd Hafizlini də biz meydanda görürük. Növbəsi region heyətində. Hesab isə 4-2-dir. Çəkəkdən 4-2 üstünlüyü var. Region önündə.
Bir qədər onda dayanma var indi. Formalardan. Enil olsun deyə. Yaz qardaş, oradan zurnanı səsini kəssinlər. Ramil. Endirən zərbə keçmir. Alt yerinə itirilməlidir. Şamil Rəcəbli mane olmağı bacarmışdı. Bir zərbə çəkdi, Rəcəbli uzandı. Bu da cəld uzaqlaşdırdılar. Kifayət qədər azərkeşlər yaşı zanlı olaraq izləyir. Çəkək şuarlar səsləndirirlər. Həmçinin qalx təmsilçisində kifayət qədər azərkeşi var. Yaşı zanlı olaraq izləyən hər iki tərəf adına şuarlar səslənir. Azərkeşlərin dəstəyi səslənir. Reynald, Ekibaşov. Elev Reynald'ın ötürməsi imkanına çatmadı davam. Qəm çevirə bilmədi. Mən buradayım, orası çatmıyor. Out. Reynald. İstəyirsən bir mən çəkim, sən səssən. Rəşad müəllim, o zurnanın səsini azaltsanız. Ama bildir o zurnanın səsini azaltsınlar, çox nəyasını edirlər. Şərh eləyə bilmir. Bir yan gözlə. Qardaşlar, indi iradı bildiriləcək ora. Oyun bərpa olunur. Sərxan, Ramil. Sanki Sərxan bir qədər bizi də biləyə qatmaq istədi. Qafar Qafarov. Ərilən dəqiqə, qarşılıqlı bir o qədər temp qata bilər. Region tərəfi comeback üçün tələsir. Bax, tükənir onlar üçün. Keçəkdək fərqi artıraraq rəqib minqlərini bir qədər də qırmaq istəyir. Burada rəsmi xəbərdarlıq olacaq səslənən qeyri-divadə üçün. Dilgəm sarı vərəqə görə bilər. Bəli, rəsmi xəbərdarlıq göstərildi. Standart vəziyyət izləyib, kifayət qədər təhlükəli nöqtədir Rami. Canlı səhvdə dəyər top out. Topu cəhəlt hərəkətləndirən səmti dəyişilər. Sulxayev. Elmir ara ötürməsi. Möhtəşəm düşmüşdür. Toxunuş vardı. Korner olmalıdır. Yavaş-yavaş oyunun sonlarına yaxınlaşırıq. Şamil Rəcəbli. Zinə doğru ötürmək. Son müdaxilə. Musayevdən out. Qafar. Şamil Rəcəbli. Bir ara ötürməsi. Öndə təzyiq edir. Çökək tərəfi. Ən yaxşı müdafiə. Hücumdur taktikasıdır sanki bu. Ramin. Ötürmə imkanına çatmadı. İndirilən zərbə öz komanda yoldaşı mane oldu. Burada biz Mahmud Canov Qafurun zərbəsini izlədik. Qafurun zərbəsində onun komanda yoldaşı Reynat mane olmuşdu. Bəsi gedən, sözü gedən oyuncu ötürmə. Şaban bir anlıq müqamətini itirdi. Ərçənd kəmli epizodda topu da itirir.
Zaqatala Şimşək stadionunda 3-cü uğruna mübarizədə Çökəkin 4-2'li üstünlüyü var. Əlavə 2 dəqiqə. Son 2 dəqiqə. Region qalx önündə və ədalət təmsilçisi bir qədər görüşlü dayanmalar, durmalar olmuşdu. Buna görə kompensasiya edir, itirilən vaxtı bərpa edir. 2 dəqiqə mübarizə davam edəcək. Məğlubiyyətdən xilas olmaq üçün yalnız və yalnız region kollektivinin, qalx təmsilçisinin 2 dəqiqəsi var. 50 oyun. Mahmudcanov Qafurun əlinə dəymişdi, top Qafar. Keçə bilmədi rəqibini Sulxayev. Kapitanların duellisinin qalib tərəfdə Elvin Süleymanov. Qafarla oynatıb, Qafar Qafarov sağ cinata. Leyzerləri iki səmti dəyişdilər Elvin. Orada Dilqəm özünü göstərdi, Elvin bir halda cəmlə. Qapandılar, Qafar zərbə keçmədi. Yaxşı müdafiə olunur. Sökək tərəfi. Şamil Elvin. Etirmədə səhvə yol verdi. Son nöqtəni qoya bilərlər. Zina dəyişilik Seyev Ramin yerindədir. Bu arada Əlcibə getə Sulxayev Elmir sarı vərəqə görür. Desən qeyri-etik ifadəyə görəydi bu vərəqə. Aktində 2 qol var, pasifinə də sarı vərəqə yazıldı. Zaqatalada, Şimşək stadionunda Sabit Ağayevin xatirəsinə əsr olunmuş Sabit Memorial Cup'un 3-cü uğruna mübarizəsi Çökək və region qalx kollektivləri üzrə gəlir. Çökək artıq 3-cü yerdən, qələbədən, qalibiyyətdən saniyələr ayırır. Bundan sonra final görüşü Talalesser Şimşək arasında başlayacaq. Finaldan sonra da təqdim etmə hissəsində bir yerdə olacaq. Hətta son əmlələrdir, son cəhdlərdir, son epizodlardır. Qafar Qafarov. Şamil Rəcəbli Qafarla oynadı orada. Bir təzyiq də vardı Qafar. Yerdə qaldı, hakimə də bir baxış atdı. Geridən müdaxilə varmı deyə. Ətətələ təmsil bu epizodla da qarşılaşmanı bitirir. Həqiqətən maraqlı, templi və məhsuldar bir oyun şahid olduq. Sabit Memorial Cup'un 3-cü yeri məhz Çökək kollektiv olub. Gözəl oyunçular iki komanda təşəkkür edir, təqdir edir. Mən növbəti turnirlərdə uğurlar arzu edirik. Sağ olun, salamat qalın. Hesab 4-2 oldu. Birazdan final görüşündə qarşınızdayıq. Bəli, yayımızı sonlandıraq bir qədər sonra final oyununda bir yerdə olacağıq. Hələlik.